Bu İslami sualları hamı bilmir. İnanmırsansa buyur. Hərəmxanasında 2000 kəniz olan, bunların 300'ü müğənni və rəqqasə idi. Zalim hakim kim idi? Doğru cavab Harun ər-Rəşid. Vacib güsüllərin sayı neçədir? Doğru cavab 7. İt və donuzdan başqa heyvanların ağız suyunun hökmü nədir? Doğru cavab pakdır. Təvvabin qiyamının başçısı kim idi? Doğru cavab Süleyman ibn Surət Xuzay. Əmir-əl-Möminin, möminlərin rəhbəri, ləqəbi hansı səhabəyə məxsusdur? Doğru cavab İmam Əli. Cənabətli şəxsin qəbr ziyarətinə getməsinin hökmü nədir? Doğru cavab icazəlidir. Hicr təqviminə görə ilk ay aşağıdakılardan hansıdır? Doğru cavab Muharrem ayı. Dəstəmaz işlərinin bir-birinin ardınca fasiləsiz olaraq yerinə yetirilməsinə nə deyilir? Doğru cavab muvalat. Ayaq yolunda sağ əllə yuyunmağın hökmü nədir? Doğru cavab məkruhdur. Hansı namazlarda surə yoxdur? Doğru cavab meyyid namazı və Ğufeylə namazı. Təvəlla nə deməkdir? Doğru cavab Allahın dostu ilə dost olmaq. Hansı namaz ancaq ayaq üstə qılınır? Doğru cavab meyyid namazı. Təvəssül nə deməkdir? Doğru cavab müəyyən vasitə ilə Allaha yaxınlaşmaq. Üluhiyyə tövhidi nədir? Nəzir, qurban və sair ibadətləri yalnız Allah üçün etməkdir. Hansı namazı dəstəmazsız qılmaq olar? Doğru cavab meyyid namazı. Səfərdə qəza, oruclarını tutmaq olar? Doğru cavab xeyr olmaz. Səmud qövmünün peyğəmbəri kim idi? Doğru cavab Salih peyğəmbər. Peyğəmbərin hansı əmisi onunla düşmənçilik edib? Doğru cavab Əbu Ləhəb. Hansı namazın 10 rükûsu vardır? Doğru cavab ayət namazı. Namazın ikinci rəkətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr və dua oxumaq əməli necə adlanır? Doğru cavab qunut. Quizimiz burada sona çatdı. Neçə suala düzgün cavab verdin? Cavablarını şərhlərdə yaz, videonu bəyən və kanala abunə ol. Daha çox İslami biliklərlə növbəti videoda görüşənədək.